Salam əziz dostlar. Biz niyə oruc tutmalıyıq? Mübarək Ramazan ayı daxil oldu. Allah Teala hər birimizin tutduğumuz orucları qəbul eləsin inşallah. Axı niyə biz oruc tutmalıyıq? Oruc bizə niyə vacibdir? Bunun tərbiyəvi, mənəvi əhəmiyyəti nədir? Bu barədə elə oruc ayəsinin ayəsi haqqında demək istəyirəm. Həmin ayədə Bəqərə surəsinin 183-cü ayəsində Allah Teala buyurur ki: "Ya eyyuhellezine amenu" Ey iman gətirən şəxslər, ey Allaha iman gətirənlər, peyğəmbərə iman gətirənlər. "Kutiba aleykumus siyam" Sizə oruç tutmaq vacib oldu. "Kema kutiba alellezine min qablikum" Sizdən öncəkilərə vacib olduğu kimi. "La'allekum tettaqun" Bəlkə təqvalı olasınız. Oruç tutmağın hədəfi bizə Allah Teala orucu niyə tutturur? Ona görə ki, biz təqvalı olaq, təqva əldə eləyək. Təqva nədir? Təqva Allahın istədiyi kimi yaşamaq, istədiyi yerdə olmaq, istəmədiyi yerdə olmamaq, vacibləri yerinə yetirmək, haramlardan çəkinmək. Burada bəs gün ərzində biz oruç tutanda bəzi şeylərdən, halal şeylərdən çəkinirik, yemək, içmək və s. və s. Sübh azanından axşam azanına qədər. Bu da onun üçündür ki, bizə Allah Teala sanki məşq elətdirir bizə ki, haramdan necə çəkinmək lazımdır. Özümüzü haramdan necə qorumalıyıq? O yolu bizə göstərir. Deməli, bu bizim üçün bir dənə təlimdir, bir dənə təşviqdir ki, biz Allah Teala'nın istədiyi təqvaya, Allaha itaat eləmək həddinə gələk, özümüzü islah eləyək. Təqva bir dənə həm də daxili bir xüsusiyyətdir, xislətdir, yaranır. Onu gərək özün yaradasan. O da bundan ibarətdir ki, sən özünə vacib olan şeyləri, sənin daxili istəyin sənə vadar eləsin ki, sən o vacib işləri yerinə yetirəsən və günah işlərdən çəkinəsən. Bu bir xasiyyət olmalıdır, bu bir hal olmalıdır ki, səni günahlardan çəkindirsin, vacibləri yerinə yetirsin. Allah Teala həmin ayədə orucun hədəfini də bizə bəyan edir ki, mən sizə niyə oruç tuttururam? Və sizin oruç tutmağınızda hədəf nədir? Sizin öz daxili tərbiyəvizdir, öz daxili mənəviyyatınızdır. Onlar güclənməlidir ki, bu da kamil insan həddinə çatmaq istəyənlər üçün vacib nöqtələrdən biridir. Sağ olun.